Salam əziz və dəyərli Çağdaş Təhsil izləyicilərimiz, əziz şagirdlərimiz və müəllimlərimiz, hər birinizi xoş gördük. Biz bugün Azərbaycanın çox gözəl, səfalı, qonaqpərvər rayonlarından biri olan Lerik rayonundayıq. Və bugün sizlərə Lerik rayonunun qabaqcıl nümunəvi şagirdlərindən birini təqdim eləmək istəyirik. İgid bala, adın soyadın necədir? Səmədzadə Rəsul. Rəsul, neçənci sinifdə oxuyursan? Hansı məktəbdə oxuyursan? Mən Vali Müslümov adına 2 saylı tam orta məktəbinin 8-ci sinif şagirdiyim. Çox gözəl. Bəs de görüm, ən çox sevdiyin fənlər, müəllimlər hansılardır? Mənim ən çox sevdiyim fən riyaziyyat fənnidir və ən çox sevdiyim müəllimlər Rus müəllim Hacı Rza müəllim. Çox gözəl. Bəs de görüm, gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən? Gələcəkdə riyaziyyat müəllimliyini fikirləşirəm. İnşallah. Və sən bu çəkiliş vasitəsilə bizə nə söz verirsən? Bugün 9 may qələbə günüdür. Həm çox gözəl günlərdən biridir. 2026-cı ildir və bizim çəkilişlərimizə bütün şagirdlər, izləyicilər, respublika baxacaq. Neçə milyon əhali baxacaq. Bu çəkiliş vasitəsilə sən bizə nə söz verirsən? Söz verirsənmi ki, dərslərini yaxşı oxuyub gələcəkdə ən yüksək balla pedaqoji universitetə qəbul olub, riyaziyyat müəllimi kimi fəaliyyət göstərəcəksən? Bəli, söz verirəm ki, mən yüksək ballı instituta daxil olacağam. İnşallah biz də Çağdaş Təhsil komandası olaraq sənin uğurunu çəkərik, işıqlandırarıq. Bəs de görün, müəllimdən danışdıq, məktəbdən danışdıq, peşədən, ixtisasdan, fənlərdən danışdıq. Əsas əziyyətə əməyi keçən ata və anadan danışmadıq. Atanın adı, soyadı nədir? Atamın adı və soyadı Səmədov Vali. Atan nə işləyir? Atam qaymarketdə işləyir, satıcıdır. Marketdə satıcı işləyir. Onun səsini al. Bəs de görüm, ana nə işlə məşğuldur? Ananın adı, soyadı nədir? Anamın soyadı Nəzarova İstəgildir. O harda işləyir ana? Lerik Dövlət Xəstəxanasında xəstələrə baxıcı işləyir. Baxıcı işləyir. Buradan Çağdaş Təhsil komandası olaraq atanada öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, isti, soyuq, yağış, qar, günəş demədən gecə-gündüz əziyyət çəkir, marketdə işləyib, sizin yaxşı təhsil almağınız üçün əlindən gələn hər şeydir. Anana da öz adımızdan dərin təşəkkürümüzü bildiririk ki, ev işləri ilə bərabər sizin təlim tərbiyəniz, yeməyiniz, keçiminizlə bərabər eyni zamanda da əlavə olaraq işləyib sizin yaxşı təhsil almağınız üçün əlindən gələn hər bir şeydir. İnşallah ki, sən də bizə verdiyin sözü tutar, dərslərini yaxşı oxuyar, ən yüksək balla universitetə qəbul olar, atanın, ananın fəxri olarsan. Biz Azərbaycan xalqının vətəndaşı kimi səninlə qürur duyarıq, valideynlərin də övladları kimi. Sənin adın, soyadın nədir? Səmədzadə Balarzi. Bəs qardaşına ürək sözün, arzun nədir? İnşallah yüksək ballarla instituta daxil olar, ata-ana həmişə böyüyər, 100 yaş yaşayar. İnşallah. Bəs sən gələcəkdə kim olmaq istəyirsən? Mən gələcəkdə hələ ki ixtisasını Azərbaycan dil müəllimi olaraq seçmişəm. Çox gözəl. İnşallah səni də, qardaşını da pedaqoji fəaliyyət göstərdiyiniz anda çəkər, işıqlandırar, dünyaya tanıdarıq. Təşəkkür edirəm, minnətdaram, sağ olun.